Salam dostlar. Bugün sizlərə dünəndən ad günüm olmuşdu, bilirsiniz. Sizə ad günündə gələn hədiyyələri göstərəcəm. Baxın, mənə hədiyyə olaraq bunu veriblər. Sonra çoxlu hədiyyələr var, onları da sizə göstərəcəm. Birincisi budur, belə bir maşındır. Amma maşın olmağına baxmayın. Maşın deyil. Baxın, burada bir işığı var. Burada start və stop yazır. Gördün mü be? Baxın, bu yer ışıqlandı. Bu yer ışıq vurur. Yəni, bu bir ışıqdır. Zayət qaynayan işləvi adaptörü də o yuxarıdadır, qutudadır. Bunu mənə alıblar, belə işıq saçır. Ondan sonra başı işıq saçır. Və ondan sonra həm başı, həm də yuxarı işıq saçır. Və ondan sonra sönür. İndi obsidiyamıza keçək. Dostlar, indi bu hədiyyəyə keçdik. Bunu sinif yoldaşım verib. Bu maşını isə anam almışdı mənə. Hələ başqa şeylər də var çoxlu. Bunu mənə sinif yoldaşım alıb. Pozam var. Sonra burada qələm, yontam, balaca dəftər var. 2 dənə şey var burada. 2 dənə sadə karandaş var. Və bir dənə də xətkeş. Ondan sonra burada bir dənə qələm qabı var. Belə balaca. Dəmirdəndir. Bu da belə idi. Bir paketin içindədir. Məsələn, bu paketi set kimi apara bilərsiniz. Setdir, yəni paket kimi bir şey deyil. Setdir. Adı demək olsa set olar. İndi hədiyyəyə keçək. Dostlar, bir də hədiyyəm budur. Anam belə mənə Spiderman dəftəri alıb və yanında belə paketlidir. Görürsünüz ki, hələ heç işlətməmişəm. Belə paketli bir qələm var, belə bağlayıblar bunu. Əslində bunu buradan çıxartmaq olur. Hələ özüm çıxartmamışam. Səzəli çünki saxlayıram. Baxın, burada belə içi var. Burada qələm yeridir. Məsələn, qələmi işlədib bitirəndən sonra burada bir dənə qələm var idi. Baxın, bu qələmlə yazmışam bunu. Bu dəftər biraz balacadır, yazmaqda çətinlik çəkmişəm. Həqiqətən. Böyle yazdım ki, məsələn, bir gün kimsə eyni sınalar məktəbə apararıq. Məktəbdə belə dəyişiklik olmasın deyənə böyle Yusuf Tağızadə yazaram mən. İndi obsidiyamıza keçək. Bunu da anam almışdı. Sizə yine deyim. Bunu da anam almışdı mənə. İndi obsidiyamıza keçək. Dostlar, bir də mənə bunu alıblar. Bunu da sinif yoldaşım alıb, amma başqa sinif yoldaşım. Seti başqa sinif yoldaşım almışdı. Bunu da başqa bir sinif yoldaşım alıb. Baxın, lazer saçır. Baxın, belə lazerdir. Bunu bəlkə bilənləriniz olar aranızda. Baxın, bura lazer vurur. Sonra belə bir şey var. Yəni, lazer deyəcək, işıqdır da. Yəni, həqiqətən yandıran lazer deməyək. Baxın, belə bir dənə işığı var. Həqiqətən qaranlıqda işə yarayır. Özüm də denəmişəm. Hələ bu qırmızı işıq çoxlu belə qorxu şey salır belə. Dönəm ad günümdə Zəhran bundan elə qorxuzurmuşam ki. Zalda oturmuşdu, mənim tortumu yiyirdi. Tortumuzu kəsmişdik dostlar. Onda Zəhra çölə əlini yüzünü yumağa gedirdi. Bir dənə gözünü tuttum. Ondan sonra böylədim. Çox qorxdu. İndi obsidiyamıza keçək. Bip. Görək obsidiyamız nədir? Dostlar, bu da bir hədiyyəmdir. Ronaldo. Bunu da başqa bir sinif yoldaşım alıb. Ronaldo'dur. Bir qəribə düzəldiblər bunu. Ronaldo'nun saçı qırmızı ola bilməz. Amma geçəndir. Asmaq üçün. Böyle burası mən xoşladım. Baxın, bu yazılıyorum. Futbol. Hər zad yazıb burada. Bunu xoşladım. Bu. Saçını. Ronaldo'dan nə istədiniz? Saçını niyə qırmızı elədiniz? Yazıq Ronaldo'nun saçı nə günlər düşüb. Yarısı qırmızı. Yarısı da normal saç. Ronaldo. Narahat olma, o qırmızı saçı qırğıb. Qırğazın bəlkə təzələri çıxdı. Neyse. Səni paşetürə ataq gəl. Paşetürə yol alırsan belə. Bir
Mənə bir paketdə vermişdi. Bunu Ronaldo'nun su eləyəni mənə bir paketdə vermişdi. Ne suyunu atakla. Su. Əlimdə telefon var deyənə çox çətin. Çıxarıya salmaq. Saldım. Buradan dınq atdıq. Alır. Sən burada qal, sən mən. Dostlar, sizə bir şey göstərmək istəyirəm. Bu mənim ad günümün hədiyyəsi deyil. Amma çox qəribə bir şeydir. Anam mənə keçən dəfə dünyanın ən uzun sadə karandaşını alıb. Dedi ki, sən dünyanın ən uzun sadə karandaşını almışam. Biz evdə oturmuşduq, o da marketə getmişdi və marketdə bu sadə karandaş. Dostlar, inanmırsınızsa sizə göstərim. Baxın, sadə karandaş. Amma çox böyük. Sizə belə göstərim, boyutuna baxın. Məni keçəcək az qalsın. Çox böyükdür, baxın. Əlimdən böyükdür, sizə deyim o qədər. Görünüşə görə əlimdən böyüdüyünü belə videodan keçən aydın görsənmir, amma həqiqətən bu da böyükdür. Bunu amma ad günü hədiyyəm deyil, bunu da sizə deyim. Dostlar, indi baxın, başqa verilən hədiyyə qaldısa, sizə yenə göstərəcəm, baxacam ətrafı. Çünki o qədər hədiyyə gəlmişdi ki, ya da belə çox mahnı qoşub oynadıq, yadımdan çıxdı. Baxın, əgər verilən hədiyyə tapa bilsəm, sizə göstərəcəm. Dostlar, başqa bir şey yox idi. Videomuz bu qədər idi. Kanalımıza abunə olub, like atmayı, yanınızdan çıxartmayın. Sağ olun, görüşərik.